satış çoxalır, dövriyyə çoxalır, iqtisadi aktivlik baş verir. Digər tərəfdən insanların zəruri xərclərindən kəsilib qeyri-zəruri olan xərclərə yönəldilməsi baş verir. Adam tutaq ki 300 manatı o qədər də vacib olmayan məhsula verdiyinə görə sonra daha vacib bir problem çıxanda sağlamlığından bağlı və yaxud qidalanmasından bağlı ona ödəyə bilmir. Ona görə də burada psixoloji amil rol oynayır. Yaxşı olar ki, insanlarımız gələcəkdə qazanacağı ehtimal olunan pulları xərcləməsinlər. Məsələn, bir məhsulu, bir telefon var, onun yeni modeli çıxıbsa, şərt deyil ki, o onu kreditə götürək, 2000, 3000, 5000 verib. Bu gözləmək olar 5 ay, 3 ay, 1 il ondan sonra. Yəni bu psixoloji amildir ki, ciddi təsir göstərir. Elçin Bayramının kredit kartı var. Xeyr, mən heç prinsipal olaraq istifadə eləmirəm. Çünki mən gəlirlərim nə qədərsə o qədər xərcləməyə vərdiş eləmişəm. Bu psixoloji şeydir. Sən gələcəkdə bayaq dedim, qazanacağın ehtimal olunan pulları bugündən xərcləyə bilməzsən, gələcəyini xərcləyə bilməzsən. Bugün nəyin varsa onunla dolanacaqsan. Bugün mənim gücüm 500 manatlıq telefona çatırsa 500 manatlıq telefon işlədəcəm. Gələcəkdə baxaram. Əgər gəlirlərim çoxalarsa, məsələn, daha bahalısını ala bilərəm. Amma mən hələ qazanmadığım pulları necə xərcləyə bilərəm? Gələcəkdə gözlənilməz hadisələr baş verə bilər. Ağır xəstə ola bilər, ailədə müalicəsinə küllü miqdarda pul lazım ola bilər və yaxud evdə əsaslı təmir işi baş verib məcburi. Yəni bu şeyləri ödəmək üçün indidən biz o pulları xərcləmişik. O pulu hardan ayıracağıq gələcəkdə? Ona görə də insanlarımız qazandıqları qədər xərcləməlidirlər. Nə qədər qazanırlarsa onunla qane olmalıdırlar, ona uyğun. Mən burada zəruri xərcləri istisna edirəm. Təbii ki, qida, dərman ehtiyac. Qidaya görə heç kim kredit götürmür. Təbii ki, götürmür. İndi müalicə üçün götürənlər var. Məsələn, müalicə başqa, mən qidanı deyim. Bunu qəbul eləyərəm, amma digərlərində yox. Onda haqlı sual yaranır, Fazil müəllimə ünvanlayacaq. Elçin mənim dedikləri həqiqətdirmi, yoxsa biraz şirtdir? Xeyr, tam həqiqəti söylədi Elçin müəllim. Sadəcə olaraq biz gözəl bilirik ki, bu ümumiyyətlə bir tendensiya dünyada baş verir. Bu kapitalizm tələsi adı var bunun. Marketoloqlar, kapitalizm sxemi var, bunun üzərində işləyir və bunun üzərində milyardlar, trilyonlar qazanılır. Bununla individual, ancaq müəllimin dediyi kimi psixoloji özünü hazırlamalısan ki, və özü tərbiyələndirməlisən ki, mənim gəlirim nə qədər olacaqsa, mən o qədər xərcləyəcəm. Amma tərbiyəni pozan reklamlar var. Bəli, o tərbiyəni pozan marketinq edişləri var. Bildiyimiz kimi bu günləri baş verən nədir? Sosial mediada otururlar, baxırlar, müəyyən gəlirlər artır, gəlirlər də onları yeni, belə deyək, ehtiyaclarını formalaşdırır. O ehtiyaclarını yerinə yetirməklə sanki dopamin əldə edirlər, xoşbəxt olurlar. Amma o ani bir xoşbəxtlikdir, ani bir xoşbəxtlik əldə etdi. Bəli, sonradan amma baxır, görür ki, get-gedə çətinləşir. Zaten dünyada biz gördüyümüz kimi iqtisadi bir böhran yaşanır. Çətinləşir, onu ödəyə bilməyəndə o həmin o ani qazandığı dopamini də xərcləyir, başlayır problemlər, yenə də problemlər. Ona görə də əlbəttə bu individual formada olmalıdır. İndividual bir psixoloji hazırlıqlı olmalısan ki, mən bunu etməyəcəm. Bu isə Elçin bəy çox çətindir. Çox çətindir. Adamlar baxırsınız ki, sabit gəliri onun 1000 manatdır. Gedir, keçir, baxır Instagramda və ya da ki, TikTok səhifələrində baxır, reklamlar gedir, onları sanki bir tələyə salırlar. Və insan da faydalanmaq istəyir bundan. Gedir, əmək haqqısı 1000 manat olduğu halda, məsələn, 3000 manatlıq telefonu kreditə götürür. Nə olar ki, 3 aylıq maaşıdır da, yəni böləcək alsaya verəcək deyənlər problem orada. Problem ondan ibarət gedir ki, bunun ümumi gəliri 1000 manatdır. Başqa yerə bəlkə xərcləyəcək yox. Bəs bunun kommunal xərcləri, bunun yemək, müəllimin qeyd etdiyi kimi force major hallar olur, xəstəlik baş verir və başqa bir şeylər baş verir. Onda çətinliyə düşür. Çətinliyə düşür, gedir müraciət edir, başqa bir kredit götürür, yenidən krediti kreditlə bağlama, yenidən artıq bir faizlə özünü yüklür və sanki bu belə bir çərçivə əmələ gəlir ki, oradan çıxmaq çox çətin olur.